İndi isə söz Talış folklorunun araşdırmacısı Doktor İlal Məmmədova verilir. Möhtərəm tədbir iştirakçıları, hamınızı salamlayırıq. Rəşid Behbudov adına belə bir möhtəşəm teatr zalında bu tədbir həqiqətən də tarixi tədbirdir. Mən bir neçə kəlmə Talış folklor haqqında və yubilyar Fərbiyə xanım Şabanov haqqında bir neçə kəlmə eşitmədiklərinizi demək istəyirəm. Bildiyiniz kimi folklor ümumiyyətlə bilgi, xalq bilgisi deməkdir. Folklor 1000 illər ərzində xalqın yaratdığı bir milli, etnik mədəniyyətin güzgüsüdür. Bu güzgüdə xalqın yalnız etnografiyası yox, tarixi, qədim ənənələri əks olunmuşdur. Talış folklorunun əsasını xor mahnıları təşkil edir. Bu da səbəbsiz deyildir. Talışlar ta qədimdən əkinçiliklə məşğul olmuşdur. Məhz əkinçilikdə, əkin biçində talış qadınlarının iki dəstə formasında qarşı-qarşıya döyüb bu mahnıları ifa etməsi rəngarəngliyi ilə fərqlənmişdir. Talış xorunun mahnılarının ən böyük dəstək verən tədqiqatçıları barəsində bir-iki kəlmə demək istəyirəm. Üzeyir Hacıbəyev, Azərbaycanın görkəmli bəstəkarı, musiqişünası, Talış xoru barədə yazırdı. Talış xoru zil-bəm üsulu ilə, kollektiv zil-bəm üsulu ilə, kollektiv ifa ilə yanaşı, rəngarəngli ilə də bütün şərq xorundan fərqlənir. Üzeyir Hacıbəyevin məhz təşəbbüsü ilə keçən əsrin 20-30-cu illərində bir qrup görkəmli xanəndələr, musiqişünaslar Talışa ezam edilir. Mən ona qədər bildirim ki, Talışın ilk mahnılarını, yəni xor mahnılarını, ifa mahnılarını toplayan Müslüm Maqamayev olmuşdur. Müslüm Maqamayev 1905-ci ildə Qori seminariyasını bitirdikdən sonra təyinatla Lənkərana gəlir və 6 il, 1905-1911-ci illər ərzində Talış mahnılarını toplayır. O, hətta obrazlı şəkildə belə ifadə işlətmişdir ki, nə dəryada balıq bitər, nə də Talışda nəğmələr. Ondan sonra Üzeyir Hacıbəyev bayaq qeyd elədiyim kimi ekspedisiyanı göndərir və onlara əsas rəhbərliyi də Musiqi Konservatoriyasında Bülbülün rəhbərliyi elədiyi kabinet olur və o vaxtlar gənc Niyazi Astarada, Lənkəranda və bir sıra digər yerlərdə Talış mahnılarını toplayır. Və çox təəssüf olsun ki, xeyli müddət onlar çapılınmır. Mən geri gəlmişəm, sizin nəzərinizə çatdırım ki, Talış xor mahnılarının əsasını halay, halo, halləli, əl olan və il-əxir formalar təşkil edir ki, bu sözlərin kökündə də lov kəlməsi işlənir. Lov ta qədim Talış dilində, o cümlədən bugün də bir çox xalqların dilində insandır. Halo isə insana bir müraciətdir, bir çağırışdır. Məhz onları əkin, biçinə çağırış, toya çağırış və digər mərasimlərə çağırış bu formada ifadə olunmuşdur. Bildiyiniz kimi İngilislər hello, Ruslar alo, Talışlar hele və digər ifadələr işlədirlər ki, bu da məhz həmin qeyd elədiyim yerlərə çağırışdır. Məhz 30-cu illərdə Niyazinin tərtib elədiyi və göstərirəm sizə, Niyazinin not əlyazmaları nəhayət ki, bir neçə il öncə bugün bu zalda iştirak edən folklorşünas, professor İradə Köçərli xanım tərəfindən tərtib olunur və dərc edildi. Əvvəla bu zalda oturan professor İradə Köçərli xanım təşəkkürümüzü bildiririk. Üzeyir Hacıbəyev
Talış folkloru haqqında, mahnılar haqqında bildirirdi ki, Talış Azərbaycanın tədqiq edilməmiş musiqi xəzinəsidir. Üzeyir Hacıbəyev bunu hədər yerə demirdi. Bu xəzinəni araşdırmaq, ortaya qoymaq üçün o nəinki Niyazi, Bülbül, o cümlədən Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov və digərlərini də Talışa ezama göndərmişdi. Allah onlara rəhmət eləsin, ruhlarını şad eləsin. Mən burada bir vacib məqamı da nəzərinizə çatdırmaq istəyirəm. 30-cu illər, dəhşətli 37-38-ci repressiya illəri başlanır. O vaxtı təkcə Talışlar, Talış adı yasaq edilmir, həm də Türk adı bildiyiniz kimi yasaq edilir və Üzeyir Hacıbəyevin Müslüm Maqamayevlə bir yerdə nəşr etdiyi Türk el nəğmələri, o cümlədən Müzəffər Nəslinin nəşr elədiyi Talış xalq mahnıları və digər termin Talış sözü götürülür. Çətin günlər yaşanır. Məhz bu çətin günlərdə artıq bu sözlər, bu adlar yasaq edildiyi bir vaxtda yenə də meydanda Üzeyir Hacıbəyev olur. Üzeyir Hacıbəyev böyük fədakarlıq göstərir. 2 fədakar tələbəsini bu işə izam edir, gənc tələbəsini. Mirkazım Aslanlı, əslən Masallıdan olan. İkinci, atası repressiya qurbanı olmuş Hüseyin Cavid, oğlu Ertuğrul Cavidə həvalə edir. Hər iki gənc əlindən gələni edir və 200-dən artıq Talış xalq mahnılarını 1938-ci, 42-ci illərdə toplayır və uzun müddət Cavid adına muzeydə qalır. Şükür Allaha ki, 100 illiyində Ertuğrul'un həm o işin yüzünü görür və o da çap olunur. Ümidvarıq ki, inşallah Müslüm Maqamayevin əl yazmaları 1905-1911-ci ildə nəşr elədiyi üzr istəyirəm, əl yazmaları da inşallah bir gün çap olunacaq. Bugün Talış folklorunun tədqiqatçıları arasında mən xüsusilə bugün bu zalda iştirak edən Azərbaycan xalq artisti, Musiqi Akademiyasının baş elmişsi Dasent Zümrüt xanım Məmmədovaya təşəkkürümüzü bildiririk ki, bir neçə il öncə o Üzeyir məktəbinin, Üzeyir, Bülbül məktəbinin davamçısı olaraq nota alınmamış Talış mahnılarını tədqiq etmək məqsədi ilə artıq o özü könüllü olaraq Talışa gəlir, bir sıra dağlarda başlayır və biz ona özü tanımasını təşəkkürümüzü bildiririk ki, yəni doğrudan da bu 1-2-3 il ərzində bəlkə də ən ucqar dağlarda gəzir və yeni mahnılarını ortaya çıxardır və inşallah onun yaxında əsərlərini də biz ortada görəcəyik. Mən sonda bir neçə kəlmə bizim yubilyar Fərbiyə Şabanova xanım haqqında demək istəyirəm. Bayaq Könül xanım video filmə də baxdınız, qulaq astınız və dedi ki, 85 il öncə 1940-cı ildə Astaranın Kakalos kəndində bir qız dünyaya gəlir, adına Fərbiyə deyirlər, Fərbiyə adını qoyurlar. Fərbiyə yaxşı biyə gətir deməkdir, yəni xeyr gətir. 61 il, 1964-cü ildə o kollektivi yaradır. Anasının Talış mahnıları ilə, Talış laylaları ilə böyüyən Fərbiyə xanım doğrudan da 61 ildir ki, meydandadır. Bu yaşına qədər bu zalda iştirak edir, biz ona salamlayırıq. Allahdan ona uzun ömür, can sağlığı diləyirik və hələ yeni mahnılarını ortaya gətirsin. Və bugün əlimdə olan ikinci kitab, yəni mənim stolüstü kitabım olan Talış bölgəsinin nəğmələri kitabını, onlar Fərbiyə xanım Şabanova, mən deyərdim ki, tələbəsi bu Əvəsi folklor kollektivinə böyük sadiq tələbəsi Şadoğlan Bayramovla bir yerdə hazırlayır. Musiqicilər Şadoğlan Bayramov da bugün bu zalda iştirak edir. Onu da salamlayırıq, eşq olsun deyirik. Və bugün bizim zalda biz bir digər kollektivlə, Əvəsil kollektivi ilə yanaşı, yəqin mənim çıxışımdan sonra çıxış edəcək, bizim Karifey folklor kollektivi Halay iştirak edir. Halaylı veteranlar qrupu iştirak edir. Geri gəlmişkən deyim ki, Halay 1955-ci ildə, 70 il öncə Profesör Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılmışdır və
bugün zalda iştirak edən Natəvan xanımın anası Ümbülbani xanım Cədiyevə ona rəhbərlik etmiş və anası Ağlacı xanımın böyük himayəsi ilə Talış folklorunu ərsəyə gətirmişdir. Bugün artıq bir sıra digər folklor kollektivləri meydanda, burada zalda iştirak edir ki, bizim nənələr Lənkəran folklor kollektivi. Siz nənələri televizorda tez-tez görürsünüz. Folklor kollektiv babalar, bu gənc babalar əslində bugün zalda iştirak edir, onların çox xoş mahnılarını dinləyəcəksiniz. Bugün Astaradan Hovalim, yeni öz 3 ilini qeyd edən Hovalim kollektivi burada bu meydandadır. Salamlayırıq Hovalim kollektivini. Onlara uğurlar diləyirik. Mən bir daha bu doğrudan da belə bir möhtəşəm tədbirin keçirilməsində təşəbbüskar olan multikulturalizm mərkəzinə və zəhməti olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Və inşallah arzumuz budur ki, davamlı olsun və yaxın vaxtlarda biz halay, deyim ki, 70 illik və onun rəhbəri demək, Ümbülbani xanımın 90 ilidir. Və inşallah o növbəti əyalətlərdə davamlı keçirdək. Bir daha hamınıza təşəkkür edirəm, uğurlar diləyirik. Sağ olun.